Azərbaycan Beynəlxalq Bankı iyunun 24-də bəzi müştərilərin kart hesablarında yaranmış vəziyyətlə bağlı açıqlama yayıb. Bakpostaz xəbər verir ki, açıqlamada dünən bəzi müştərilərin kart hesablarında yaranmış müvəqqəti texniki məsələ tam aradan qaldırılıb. Hesab balansları bərpa olunub və bütün xidmətlər normal rejimdə fəaliyyət göstərir. Stat: Yaranmış vəziyyət Azərkart Prosesing Mərkəzinin xidmət göstərdiyi bir sıra banklarda banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki nasazlıq nəticəsində bəzi əməliyyatların müvəqqəti təkrar əks olunması ilə bağlı idi. Məsələ operativ şəkildə aradan qaldırıldı və bütün hesablar tam bərpa edildi. Bu müddətdə ABB mobil tətbiqinə eyni vaxtda çoxsaylı müraciətlər səbəbindən bəzi istifadəçilərimiz tətbiqdə müvəqqəti yubanma və giriş çətinliyi ilə üzləşmişdilər. Hazırda tətbiq tam normal rejimdə xidmətinizdədir. Statın sonu. Bankın açıqlamasında vurğulanır ki, baş vermiş insident texniki xarakter daşıyıb, hər hansı kiberhücum cəhdi və ya məlumat təhlükəsizliyi pozuntusu ilə bağlı olmayıb. Müştərilərin vəsaitləri və fərdi məlumatları hər zamanki kimi tam təhlükəsiz şəkildə qorunub. Yaranmış narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayış və təmkinli davranışa görə sizə dərin təşəkkürümüzü bildiririk. Müştərilərimizə təqdim etdiyimiz rəqəmsal xidmətlərimizin dayanıqlığının və etibarlılığının daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Etimadınız bizim üçün ən böyük dəyərdir. Doğma bankınıza hər zaman güvənə bilərsiniz deyə açıqlamada bildirilir.